Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Fonetikadan 57-ci sualdan başlayaraq izah edirik. Deməli müəllimlər, 52-də deyir ki, dəqiqə sözü haqqında doğru və yanlış olmaq baxımından biri fərqlidir. Gəlin əvvəlcə biz bunun həmişəki kimi dediyim kimi birinci tələffüzünü yazaq, baxaq. Dəqiqə. Dəqiqə demirsinizsə, dəqiqə demirsinizsə, i-ni uzadırsınız. Gəlin baxaq onda. Dəqiqədir, yanlış. Uzanma yoxdur, yanlış. K səsi var, yanlış. Saitlərin heç bir halda oxşarlığı yoxdur. Niyə? İncəliyi var, yanlış. Fərqli saitlərin iki halda oxşarlığı var. Bəli, i saitlərinin iki oxşarlığı var. Bir incədirlər, bir də dodaqlanmayandırlar. Dodaqlanmayandırlar. Deməli, iki məqamda oxşarlıqları var. Oldu E bəndi. Kitabı sözünün fonetik baxımdan yazılışında aşağıdakilərin hansı nöqtələrin yerinə yaza bilərik? Yəni kitabı sözü, yəni bu sözü bundan sonra gəlir. Deməli, o sözdən sonra k gəlirsə, hansının tələffüzü doğrudur? Gəlin baxaq. Əxlaq k olmalıdır. Xörək i olmalıdır. Dilək i olmalıdır. Samit gəl baxın. Uşaq kitabı, hüquq kitabı doğrudur. K olmalıdır. Çünki samit gəlib özündən sonrasa, deməli, karlaşmalıdır. Qorxunçdur. Tələffüz necədir müəllimlər? Necə oldu tələffüz? Qorxunçdur. Qorxunçdur. Gəlin baxaq onda. Deməli, cingiti ilə başlayıb, cingiti ilə bitir, doğrudur. Xeyr, xeyr, bizə uyğun olan fikri deyir. Deməli, bir olan cavabları çıxarıram, gedir. Bir olan cavablarımızı çıxartdıq. Deyir, vurğu leksik şəkilçi olan hecaya düşür. Leksik şəkilçi olan heca qorxunç. Unç şəkilçisi, qorxunç. Deməli, leksik şəkilçi olan hecaya vurğu düşür? Bəli, düşür. Niyə? Dır xəbərlik şəkilçisi vurğu qəbul eləmir ona görə. Deməli, mən 2 doğru fikirdir və 2-ni götürə bilərəm. 2-ni götürə bildim. 4 cingitli var. Qorxunç 1, 2, 3, 4. 2 kar var. Ç ilə x. Deməli, buna yazır doğru. Bu doğrudur. Bəli, 4 cingitli var. Gəlin baxaq, lap bir də yazıram. Qırınıdı. 2 dənə kar var. X ilə ç. Bu doğru. Deməli, kar qarşılığı olmayan 2 cingiltili, cingitli qarşılığı olan 2 kar samit var. Baxaq görək, kar qarşılığı olmayan 2 cingitli. Cingitli qarşılığı, kar qarşılığı olmayan 2 cingitli n-nı deyir. R ilə n-nı deyir. Bəs cingitli qarşılığı olan 2 kar var. Ç ilə x-nı deyir. Burada doğrudur, amma bu yanlış yazıb axı. Yanlış yazıb deyə 4 olan cavabları çıxarıram. Qalırdı. Gəlin onu isbatlayaq görək. Həqiqətənmi odur? 2-3-ü isbatlamışıq artıq. Biz özümüz də seçmişik. Gəlin görək 5 nədir? Tələffüzündə fərq var. Kar cingitli samit cütlüyü işlənibdir. Cütlüyü odur ki, q'nın k'sı olsun. X-nın g-sı qarşılığı olsun, ç-nın c qarşılığı olsun, d-nın t qarşılığı olsun. Cütlü yoxdur axı. Ona görə yanlış olmaqla düz deyir. Yanlışdır. D bəndi. Cavabımız D bəndi. Deməli, cavab oldu nə? D bəndi. Bu xovlamaq sadəcə qıx olur. Gəlin baxaq onda. Deməli, müəllimlər doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyəm. Çünki mənə düzgün sıra deyir. Yazıçın dəyişib fərqlənir. Səs uzanması düşümü yoxdur. Deməli, bizə doğrudan doğru, yanlışdan yanlış deyir və bunu da doğru hesab etdiyim üçün doğru götürürüm. Elə qıdda yazaq bilək. Bir məqamda səs dəyişməsi var, bir məqamda isə düşüm var. Düşüm yoxdur axı. Düşüm yoxdur. Ona görə 2 olan cavabları neynədim? Çıxartdım, getdi. Səs uzanmasına səbəb samitin düşməsidir. Samit düşməsi yoxdur axı. Ona görə bu yanlışdır. Doğrudan doğru, yanlışdan yanlışı götürürəmsə, 1-dən 3-ü götürürəm, E bəndi. Gəlin görək 4 bəs niyə olmur? Bəs 4 niyə olmur? Aha. Mənlər deyir, cingitli qarşılığı olmayan samitə rast gəlinmir. H-nı deyir də, cingitli qarşılığı olmayan h-dır. H-ya rast gəlinmir də, bu doğrudur. Bu doğrudur. Yanlışın altına yazıbsa götürə bilmərəm. Eləsini götürməliyəm ki, bax bu doğruya d-nı, yanlışdan y-nı götürməliyəm. Bu da doğrudan da 1-dir, yanlışdan da y 3-dür. Aha, 1-lə 3 də E-dədir. 56-cı cavabımız. 56-cı da keçirik. Deməli, yazılışı doğru olanları buradan, quruluşca fərqli düşünülə bilənləri buradan götürürük. Gəlin baxaq müəllimlər.
Deməli, dalğavari, bəli, son variantda demişik, varı yox, vari yazılır. Biri götürdük. Debüt ü ilə yazılır. Ona görə onu götürə bilmirəm, müəllimlər. Ona görə onu götürə bilmirəm. Sonra qada bala, qada bəla bu səhv yazılıbdır. Dərdli sözü dərddir, qrammatikdir, dərdli olanda leksikdir. Deməli, onda bunun da nədir? İki fərqli düşünülə bilər. Hələ ki götürmüşəm nəyi? 1 ilə 4-ü. Sonra yazdır sözü demişəm, ancaq bu feil kimi leksik şəkilçə düşünülür. Yamandır, yamandır. Biri var yamandı, bax. Yamandır, dır xəbərlikdir. Bir var neysə yamanır, yamamaq-nı leksik şəkilçi olur. Deməli 1, 4 və 6 hardadır? Paltar yamandı. Baxın, paltarı yamadı, paltar kimsə tərəfindən yamandı. Artıq nə orunda olur? Leksik şəkilçi. 1, 4, 6 C bəndi. Deməli 56-da C bəndi. Vurğu ilə bağlı doğruların sayı. Gəlin baxaq görək nədir. Deyir, lar zaman şəkilçisindən sonra əsasən vurğu qəbul etmir. Bəli, bircə d-ya artılan dedir. Ona görə əsasəni doğru deyir. Bir dənə doğru götürürəm hələ ki. Ma inkar olaraq qeyri-qəti gələcək zaman inkarına vurğu qəbul edir. Xeyr. Məsələn, bax, gəlmərəm sözündə düzdür. Vurğu mı işlənən hecaya düşür. Amma burada mı inkar təkdir. Bu zamanın şəkilçisidir. Deməli, bu səhv. Hələ ki bir düzümüz var. Sonra, xitab olan sözlərdə həmişə deyir, xitab olan sözlərdə həmişə vurğu sonuncu hecadan bir heca əvvələ keçir. Xeyr. Məsələn, Azərbaycan birbaşa gəlir ikinci hecaya keçir. Bir öncəki hecaya keçir. Bunu doğru deyə bilmirəm ona görə. Ma leksik şəkilçi olaraq vurğu qəbul edir. Doğrudur. Hələ ki 2 dənə doğru cavabım var. Bəzi feillərdən sonra edir. Bəli, demişəm d-dan d feilindən sonra lar vurğu qəbul edir. Sasə şərt şəklindən sonra lar vurğu qəbul edir. Əmr şəklindən sonra da lar vurğu qəbul edir. Deməli, düz cavabım neçədən oldu? Bir dənə buradaydı. Biri götürmüşdüm burada. 2 dənə də buradaydı. O da deyir 3 dənə A bəndi. Onda 7-də A olur. Kabil. Deməli, mənə nə lazımdır? 58-ə vurğu məsələsi lazımdır, müəllimlər. Kabil birinci. Biri qada. Demirik, biri qada. Atlas, fonetika. Bax, 1 gəlir, 2 gəlir, 1 gəlir, 2 gəlir. Deməli, nə gəlməlidir? 1 dalınca 2 gəlməlidir. Gəlin baxaq. Ellipsis 1-dir, elliptik axıra düşür. Biri qadir 3-ə düşür. Ondan sonra SC 2-yə düşür, bəşəri 3-ə düşür. Onda hansını götürdüm? 1 ilə 3-ü. Niyə? Ellipsis. Baxın, ellipsis. Bu silin, bu qarışıqlıq aradan çıxsın. Deməli, bura 1, bura 2 lazımdır deyə ellipsis. 1 bura gəlir. SC də axıra düşür, 3 də bura gəlir. 1 hardadır? E bəndindədir. Aha. İnsanlıq insan işidir. Baxın, insanlıq insan işidir. Ğı deyilir, çünki özündən sonra sait gəlibdir. Deməli, 58-də E bəndi olduğunu da qeyd etdik. İndi 59-a baxırıq. İnsanlıq insan işidir. Fonetik təhlili ilə bağlı insanlıq deyilir. Əvvəlcə onu bilək ki, insanlıq insan işidir. Bu da qıda ğı olur. Gəlin baxaq. Söz kar samitlə bitir. Bizə burada doğrular lazımdır, müəllimlər. Doğrular. Söz kar samitlə bitir. Yox. Ğı nə vaxtdan kar olub? Ğı kar deyil. Götürə bilmirəm. Ona görə bu yanlış. 2 kar var. 2 kar yoxdur, bir dənəsi var kar. Deməli, bu da yanlış fikirdir. Götürə bilmirəm ona görə. Eynicisli samit cütlüyü işlənib. İnsanlıq insan işidir. Qoşanlıq işlənib, düz deyir. X samit, burada isə səhvi seçməliyəm. Buradan D-nı seçməliydim. Buradansa Y-nı seçirəm. Deməli, X samitin cingitli qarşılığı işlənibdir. Bəli, işlənib də, Q işlənib. Amma burada bizə yanlış lazım deyə götürə bilmirəm. Q-nın kar qarşılığı işlənib, bəli, X işlənib də. Deməli, oldu 3 ilə 5. 3 və 5 hardadır? B variantında. Yaşlı sözünün təhlilinə aid olmayan fikirlər. Gəlin baxaq onda. Bunda anladıq yəqin ki, qoşanlıq işlənib də və X var ona görə. Bu doğrudan doğrunu, yanlışdan da yanlışı yazmalıyam. Q samitinin kar qarşılığı işlənib, xeyr. Q samitinin kar qarşılığı X-dır. Amma burada Q-nın özü işlənibdir. Ona görə götürmədim, müəllimlər. Deməli, bir də silin, bir də daha səliqəli formada deyim sizə. Bax, eyni samit cütlü işlənib, bəli, N-nı. Bizə doğrudan doğru budur, ona görə götürdüm. Burada isə yanlış lazımdır. Q-nın cingiti qarşılığı deyir işlənib. Yəni, güya deyir X işlənib. Xeyr, Q-nın cingiti qarşılığı yox, Q-nın özü işlənib, özü. Ona görə bu da yanlış deyə 3 ilə 5-i götürdüm, B bəndi. Keçirək növbəti sualımıza.
Çox yaz